Həqiqətən maraqlıdır. Ciddi hakim xətaları oldu. Zirə son saniyələrdə aşkar penalti idi. Niyəsə vermədi. Yəni bu görməmək olar həmin epizodu Bu belə. biraz hərdən biz öz hakimlərimizdən gilələnirik öz çempionatımızda. Amma belə baxanda Avropadan gələn hakimlər də bizimkilərdən də geri qalır. Nə bilim, VAR sistemi olsa daha yaxşı olardı. Təbii, Daha ədalətli olardı. Amma yenə VAR-a bağlamayaq, o epizodları qola çevirmək lazım idi. Sağa sola işlətdik. İndi mən bilirəm, indi Razvalkada, Sony Gemi odasında oyuncuların hissi nədir, məşqçilərin hissi nədir. Yəni ki, onlar bir daha keçmiş olsun, səbirli olmalılar. Əlindən gələni elədilər, yaxşı oyun nümayiş elətdirdilər. Amma Zirəni belə tərk eləməyi gözləmirdim. İstəməzdim, yenə bir mərhələ keçib oynasa daha yaxşı olardı. Ona layiq idi. Təbii, təbii. Həmçinin Neftçidə. Neftçidə ümumiyyətlə hakimin qərarları anlaşılmaz oldu. Zirədən azından heç olmasa təkrarını göstərdilər penalti epizodlarını. Zirədə Neftçinin oyunda da iki şübhəli epizod var idi. Ümumiyyətlə təkrar göstərilmədi. Sakoya verilən qırmızı vərəqə anlaşılmaz qaldı. Amma məncə nə Zirə, nə də Neftçi bu həddə gətirməli deyildi də. Daha erkən öz gücünə məsələni Məncə ilk oyunda nöqtəni qoymalıydılar. Bəli, bəli. Yəni bu gün gəlib hakimdə günah axtarmağımız bəli ola bilər, hansısa səhvlər olsun, amma bu gün mərhələni adlaya bilməmişiksə məncə elə yeganə günahkarı. Əlbəttə iki oyunun nəticəsidir. Bir oyun olsaydı hardasa gilə yenilənməyə dəymək olar, dəyərdi məsələn hakim səhvi, amma iki oyunun nəticəsidir bu. İki oyunda oyunu həll etmək lazım idi. Razıyam.